Heç fikir vermisənmi? Dünya sanki əsəbidir. Hamı tələsir, hamı gərgindir, hamı nəsə gözləyir, amma nə gözlədiyini bilmir. Xəbərləri açırsan, müharibə, sanksiya, enerji böhranları, dollar qalxır, dövlətlər dalaşır və bir sual yaranır. Bu nə vaxt bitəcək? İndi sənə bir söz deyəcəm, amma bu ağır olsa da doğrudur. Bu keçici dövr deyil, bu yeni dövrdür. Buna yeni dünya nizamı deyirlər. Yeni dünya nizamı, yəni qaydalar sistemi. Kim güclüdür, kim qərar verir, kim cəza verir və kim qorunur. Uzun illərdir Amerika əsas söz sahibi idi. Avropa arxasında beynəlxalq təşkilatlar hakim rolunda idi. Amma indi bu sistem çatlayır. Yəni birdən qırılmaq yox, içdən içə zəifləmək. Dövlətlər artıq o qaydalara tam əməl etmək istəmir. Hamı özünü düşünür və bunun adı fraqmentasiyadır. Bütün sistem xırda parçalara bölünür. Yəni artıq vahid dünya yox, parçalanmış dünya var. İndi gəl bir termin deyim. Xəbərlərdə çox görməsək də son illər siyasətdə çox ciddi rol oynayır. Little West, yəni kiçik qərb. Bu nə deməkdir? Əvvəllər qərb deyəndə biz nəyi başa düşürdük? Amerika, bütün Avropa, Kanada, Yaponiya və ümumiyyətlə qərbin təsiri altında olan yarı dünya. Yəni bir növ belə bir anlayış var idi ki, qərb böyükdür, güclüdür və hamını əhatə edir. Amma indi bu anlayış dəyişib. Little West o deməkdir ki, qərb artıq hamını arxasına almaq istəmir. Yəni açıq-aşkar deyirlər ki, biz yalnız özümüz üçün risk alacağıq. Hamını qorumaq, hamı üçün problemə girmək niyyətimiz yoxdur. Bu bir növ daxili qapanma siyasətidir. Yəni əvvəl öz təhlükəsizliyim, öz iqtisadiyyatım, öz marağım, sonra başqaları. Ona görə də qərb indi belə düşünür. Əgər bir ölkənin problemi mənim birbaşa marağıma toxunmursa, mən ora girib özümü yandırası deyiləm. Və bu dəyişiklik əlbəttə ki, çox vacibdir. Çünki dünya illərlə qərbin hamını qoruyacağına öyrəşmişdi. İndi isə qoruyan azalıb, məsuliyyət paylaşılmır və nəticədə zəif ölkələr daha tək qalır, münaqişələr daha uzun çəkir, beynəlxalq qaydalar kağız üzərində qalır. Little West sadəcə termin deyil, bu dünyanın niyə daha təhlükəli və qeyri-müəyyən göründüyünün cavabıdır. Bu deməkdir ki, hamını qorumaq istəmirlər, hamı üçün risk almaq istəmirlər, öz dərdimiz bizə bəsdir deyirlər. Və bu siyasətin bir adı var, praqmatizm. Duyğularla yox, yalnız fayda ilə qərar vermək. Yəni ki, sən haqlısan ya haqsızsan, vecimə belə deyil. Mənə xeyri var ya yox, əsas odur. İndi isə gələk əsas yerə. Sən deyə bilərsən ki, mən siyasətçi deyiləm, bundan mənə nə? Amma sən marketə girəndə, kirayə ödəyəndə, iş tapmağa çalışanda və gələcəyini düşünəndə bunun hamısını hiss edirsən. Çünki dünya nizamı dəyişəndə pulun dəyəri dəyişir, iş yerləri risk altına düşür, sabitlik yox olur. Bu hissin adı var. Qeyri-müəyyənlik. Yəni sabahın necə olacağını bilməmək halı. Əlbəttə ki, insan beyni bunu sevmir. Ona görə insanlar aqressivləşir, depressiyaya düşür, hər şeyə əsəbləşir. Əvvəllər güc nə idi? Ordu, tank və raket. İndi isə enerji, texnologiya və resurslar. Yəni bir ölkə sənə güllə atmadan da səni çökdürə bilər. Bu artıq səssiz müharibədir. Açıq döyüş olmadan aparılan mübarizə. Və belə müharibələrdə olan kimi olur? Əlbəttə ki, kiçik olan ölkələrə. İndi isə bir sual verim. Cavabını yazmaq məcburi deyil. Sadəcə biraz öz-özünə düşün. Əgər dünya bu qədər dəyişirsə, əgər qaydalar bu qədər tez pozulursa və əgər güclü olan haqlı sayılırsa, bəs adi insan bu oyunda nə qədər şanslı ola bilər? Və daha dərini, biz bu dünyada həqiqətənmi seçim edirik? Yoxsa artıq bizim yerimizə hər şeyi seçiblər, biz sadəcə rol mu oynayırıq?